Yaxşı, bəs hansı iPhone almalıyıq ki, yeni nəsil iPhone bizə lazım olmasın, ona yox deyə bilək? Yox, lazım deyil, varımdır da cümləsini işlədə bilək. Salam, mən Nurlan, hamınızı salamlayıram. Bugün iPhone 17 Pro Max almalıyam sualına sizinlə birlikdə cavab tapmaq istəyirəm. Bəlkə də bu video çoxlarına yararlı olacaq və bu suala bu videoda cavab tapacaqlar. Gəlin başlayaq. Mən artıq 2 ildir ki, bir iPhone 15 Pro Max istifadəçisiyəm və telefondan məmnun idim iOS 26 gələnə qədər. iOS 26 başqa bir mövzudur. O haqqda ayrı bir video çəkməyi düşünürəm. Lakin bugün iPhone-ların qarşılaşdırmasından danışacağam ki, görək doğrudan da almalıyıqmı bu telefonu? Məsələn, mən iPhone 15 Pro Max-ım ola nəzərə alsaq ki, bir kontent düzəldən biriyəm, iPhone 17 Pro Max almalıyam-mı? Məni tanıyan hamı bilir ki, mən Apple ekosistemini daha çox üstün tuturam. Çünki daha təmiz və daha rahat işləyirlər, amma iPhone-da iOS 26-dan sonra bunu deyə bilməyəcəm. Qardaş, əməliyyat sistemi bu qədərmi bərbad işləyər? Sanki düyməli bir Nokia telefonu işlədirəm. Yəni, əməliyyat sistemi o qədər bərbad işləyir. Onsuz da gətirib Androidin interfeysinə oxşatmışsınız. Android təbii ki, pisləmirəm, amma Apple'ın özünə məxsusluğu var idi. Həmin o özünə məxsusluq sanki yavaş-yavaş itir. Nəysə, gəlin keçək qarşılaşdırmamıza. Mən bugün elə sizlə bir yerdə iPhone 15 Pro Max və 17 Pro Max-ı qarşılaşdıracağam. Görək, doğrudan da iPhone 17 Pro Max-ı almağa dəyərmi? Getdik. Elə gəlin ekrandan başlayaq. Ekranda iPhone 17 Pro Max-da Ceramic Shield 2 qoruması var. Amma çərçivə alüminium frame-dir, alüminium çərçivədir. Hətta bəzi yerlərdə bu çərçivəni pisləyirlər. Deyirlər ki, tez cızılır, bu nədir? Baxmayaraq ki, MacBook-un da illərdir ki, çərçivəsi alüminiumdur. Tez cızılmaq mı desəz, o qədər də yox deməzdim. Ekranda təbii ki, ekran dəyərləri hardasa bir-birinə oxşardı. Məsəl üçün elə ikisində də XDR OLED 120 Hz ekrandır. HDR10, Dolby Vision, 1000 nit normal parlaqlıq və iPhone 17 Pro Max-da HBM 1600 nit olarkən maksimum dəyər 3000 nitdir. iPhone 15 Pro Max-da isə HBM 2000 nitdir. Maksimum dəyər burada qeyd olunmur. Elə ona görə gəlin bir xalı iPhone 17 Pro Max-a verək. Belələ bir xal iPhone 17 Pro Max-ın xeyrinə. Gedək batereya məsələsinə. Batereya məsələsində də iPhone heç də simic davranmayıb 17 Pro Max-da. Hətta təkcə yesim olan modellərində 5088 mAh batereya var. iPhone 15 Pro Max-da isə sadəcə 4441 istəyir, yesim olmayan modellərində, yəni fiziki sim kart olan modellərində. 17 Pro Max-ın fiziki sim kart olan modellərində isə 4823 mAh batereya mövcuddur. Şarj məsələsində 17 Pro Max PD 3.2 versiyasıyla təmin olunubdur. 50% 20 dəqiqə şarj edə bildiyi qeyd olunur. 25 Watt naqilsiz şarj qəbul edə bilir MagSafe QI2 ilə. Və bu da 50%-i 30 dəqiqəyə doldura bilir. Çin bazarı üçün 15 Wattdır bu. 4.5 Watt-da əks şarj ötürə bilir. iPhone 15 Pro Max-da isə belə deyil. PD2 ilə təmin olunubdur. 50%-i 30 dəqiqəyə şarj edə bilir. 15 Watt MagSafe-də və 15 Watt QI2-də şarj edə bildiyi bildirilir. 4.5 Watt elə bu da əks enerji verir. Bateriyada da düşünürəm ki, elə bir xalı iPhone 17 Pro Max-a vermək olar. Prosesor tərəfində isə maraqlı anlar mənim üçün var. Çünki prosesor tərəfi mənə o qədər də cəlb edici gəlmir. Gəlin elə bir yerdə baxaq. Prosesor tərəfində Apple nə deyir? Deyir ki, iPhone 15 Pro Max-a A17 Pro qoymuşam 3 nanometrlik. Təbii ki, 16 Pro Max-a da A18 Pro qoymuşdu. 17 Pro Max-a isə 19 Pro 3 nanometr arxitekturada bir prosesor yerləşdirilib. 6 nüvəlidir. İkisi 4.26. 4-ü isə burada qeyd olunmayıb nə qədərdir. Amma iPhone 15 Pro Max-da isə ikisi 3.78, 4-ü isə 2.11 GHz nüvələrdir. Məncə burada o qədər də dəhşətli fərq olmadığı üçün gəlin bir xalı iPhone 15 Pro Max-a verək. Prosesor tərəfində demirəm iPhone 15 Pro Max güclüdür, amma 17 Pro Max daha güclü ola bilərdi deyə bir xalı iPhone 15 Pro Max-a verirəm. 2-1. iPhone 15 Pro Max ilk xalını qazandı. Prosesordan sonra keçirik kameraya. Kamerada çox maraqlı məqamlar var, daha maraqlı məqamlar var.
Çünki Apple bu dəfə iPhone 17 Pro Max-ın hər 3 arxa kamerasında 48 megapiksel eləyibdi. 15 Pro Max-da isə sadəcə bir kamera 48 megapikseldir. Digərləri isə 12 megapiksel. Ön kamerada dəyişiklik eləyib, ön kamerada 18 megapiksel bir ön kamera yerləşdirilib 1.9 diafragmada. Hətta daha bir yenilik var ki, artıq iPhone 17 Pro Max-da siz ön kamerada vertikal və ya horizontal şəkillər və ya videolar çəkmək istəyəndə artıq telefonu həmin istiqamətə fırlatmanıza ehtiyac yoxdur. Elə vertikal tutub horizontal videolar və şəkillər də çəkə bilərsiniz. Hətta ön kamera Apple ProRes, Apple Log 2 formatında çəkiliş edə bilir. Bu bax əladır. Çünki bəzən kameranın keyfiyyətindən xəbər verir bu ProRes məsələləri. iPhone 17 Pro Max-dan da məncə kamera bir xal qazanır. Çünki 15 Pro Max 12 megapiksellik bir kamera ilə təchiz olunubdur. O da 1.9 diafragmadadır. Sadəcə 20 mm iPhone 17 Pro Max-dadır. 23 mm 15 Pro Max-da. Amma 4K məsələsində də bu bir xal qazana bilir. Çünki 4K məsələsində 120 FPS-ə qədər 17 Pro Max çəkə bilir arxa kamera ilə. Ön kamerada 4K sadəcə 60 FPS-dir. Elə demək olar ki, iPhone 15 Pro Max-da da sadəcə bir fərq iPhone 15 Pro Max-ın ön kamerasında odur ki, o vertikal horizontal məsələsi və Apple ProRes məsələsi var. Vəssalam. Kamera baxımından da iPhone 17 Pro Max-a bir xal verdik, oldu 3-1 iPhone 17 Pro Max-ın xeyrinə. Yəni yaxşı bir xal almısan ay iPhone 15 Pro Max. Keçirik dizayn məsələsinə. Dizayn məsələsi mənə çox mənasız gəlir. Düzdür, bilirəm niyə görə alüminium çərçivə istifadə ediblər. Çünki titan çərçivədə prosesor güclü işlətdiyi üçün o soyutmanı təmin edə bilmirdi. Baxmayaraq ki, iPhone 17 Pro Max-ın içinə vapor chamber, yəni maye soyutma da qoyublar. Lakin alüminium daha tez soyuduğu üçün alüminium çərçivədən istifadə ediblər. Amma bəzi feedbacklərə görə, bəzi fikirlərə görə, şərhlərə görə telefon olduqca tez cızılır. Hətta bir yerdə bir şəkil görmüşdüm ki, rəngi getdikcə yavaş-yavaş solur arxa panelin. İndi onu gələcək göstərəcək. iPhone 15 Pro Max-a deyirdilər də, ay bu telefon belə qızır, ay o telefon belə qızır. Düzdür, qızanlar da var idi. Dəhşət overheating olanlar, yəni həddindən artıq qızan telefonlar var idi. Lakin bunu da prosesorun gücünü səhv etmirəmsə azaltmaqla həll eləmişdilər. Yəni yenə də yaxşı idi. iOS 26. Baxanda iPhone 15 Pro Max iOS 26 yadıma düşüb, pis işləri yadıma düşüb. Beləliklə 3-1 iPhone 17 Pro Max-ın xeyrində qalmışdıq. Dizaynla danışırıq, titan çərçivədə daha möhkəmdir. Bəs yaxşı, yeni iPhone-larda 16-da, 16 serisi 17-də bura düymə qoymuşsunuz. Nəyə lazımdır o düymə? Bax, bu düyməni kimsə istifadə edirmi? Qardaş, iPhone 16 və 17 Pro Max-da, Pro-da olan bu düyməni kimsə istifadə edirmi? Və nə üçün, hansı işinizə yarayır, şərhlərə fikirlərinizi bildirin. Mənə çox maraqlıdır, həqiqətən bu düymə nədə istifadə olunur. Elə ona görə də bir xalı, növbəti bir xalı iPhone 15 Pro Max-a verirəm. 3-2 hesabı ilə iPhone 15 Pro Max gəlir 17 Pro Max-a çatır. 3-2, 4-2. Gəldik yaddaş məsələsinə. İlk smartfondur Apple tarixində 2 TB yaddaşı var. Digər telefonlarda bilmirəm 2 TB yaddaşı var yoxsa yox. O barədə şərhlərə fikrinizi gözləyirəm, amma Apple tarixində ilk telefon 2 TB yaddaşı var. Buna görə də bir xal qazandı. Hə, indi gərək iPhone 17 Pro Max almalıyıqmı, yoxsa yox? Məncə, hə, almalıyıq. Çünki əsas da kimlər, kontent düzəldənlər, sosial şəbəkədən çox sıx istifadə edənlər və qrafik işlərdən istifadə edənlər. Amma bu demək deyil ki, iPhone 15 Pro Max-da iş görmür. Təbii ki, iş görür. Sadəcə maddi imkanımız əl verirsə, niyə də yaxşısı olmasın? Ümid edirəm bu videoda bir fayda gördünüz. Kanalıma abunə olmağı, videonu bəyənib paylaşmağı da unutmayın. Növbəti videoda görüşərik. Hələlik dostlar.